Herkese salam, necəsiz? Bugün yumurta diyetinə başlamaq istədim. Ani bir qərarla səhər oyandım ki, yumurta diyetinə başlayım. 3-4 kilo hardasa artığım var, şişkinliyim var, onları atım tez bir zamanda. Sonra yenə sağlam qidalanmama davam eləyəcəm. Mən bu 3-4 kilonu da Ramazan ayında almışam. Çünki mən Ramazan ayında əksinə kökələn insanlardanam. Keçən il 10 kilo arıqlamışdım. Qəşəng 59 kiloya qədər düşmüşdüm. Amma bu Ramazan ayında 4 kilo çəki aldım. İndi onu neynirəmsə ata bilmirəm. Bu aralar çox qarşıma çıxır. Həm YouTube'da, həm digər sosial medialarda qarşıma çıxır. Çox adam yoxluyur. Yəni bir günə kilo yarım, 2 kilo atanlar da var. Mən də istədim sınayım. Görək məndə nə göstərir. Sizinlə də bölüşəcəm bu 3 günü. Belə desək, Ramazan ayında mən çox da yemirdim. Yəni sahuru bir ay ərzində 2 dəfə sahur etmişəm. Axşam da iftar vaxtı isə 2-3 qaşıq şorba içirdim. Biraz yemək yeyirdim və bitdi. Ondan sonra da zaten uşaqları yatsırırdım, iş güc. Başqa bir şey yemirdim, yəni su içirdim, çay içirdim. Yəni çox da yemirəm, amma şişirəm. Yəni şişkinlik verir. İndi də o şişkinliyi çəkidir, şişkinlikdir, ödəmdir, bilmirəm. Ata bilmirəm onu. Yaz gəlməmişdən də istəyirəm ki, bu çəkidən qurtulum. Yenə əvvəlki 59 kiloya qayıdım. Onda çox rahat oluram. İndi bir yerdə gedək. Hal-hazırdakı çəkimə baxaq. Neçə gündür çəkilmirəm. Tərəziyə çıxmıram. Bir yerdə baxaq. Bu 3 gündən sonra da nə qədər çəki itirəcəm, onu da görərik bir yerdə. Hal-hazırda 64 kilo 850 göstərir. 850 qram da kökəlmişəm. Deməli 64 kilo 850 qramdan başlayırıq. Hal-hazırda heç nə yeməmişəm. Saat 8-dir. 8 tamamdır. Uşaqları məktəbə yola saldım. Bir stəkan su içmişəm. İndi isə özümə kofe hazırlayacağım. Acı kofe. Südsüz, şəkərsiz. Buzlu kofe içirəm mən. Buz atanda acılığı biraz gedir. Mən çox acı içə bilmirəm. Ona görə soyuq kofe içirəm. Haçanda acısam, onda yumurta yeyəcəyik. Deməli, biraz baxdım qaydalarına. Gün ərzində 6 yumurta yeyilməlidir. Bunu necə bölmək istəyirsinizsə, o öz-özə qalıb. Yəni 2 səhər, 2 günorta, 2 axşam da yemək olar. Və yaxud 3 səhər, 3 axşam yemək olar. Özümə belə kofe hazırladım. Buzlu. Qızımın stakanında tökülməyini istəmirəm. Çünki paltarı ütüləyəcəyik. Paltarı ütüləyəcəm. Saat 11-ə qalır. Acımışam. Bu səhər belə yağda pişirməyə qərar verdim. 3 ədəd indi yeyəcəm. 3-ünü də hardasa saat 5-də falan yeyərəm. Yumurtam hazırdır. İndi bunu yeyəcəm. Bu saata qədər də kofemi göstərdim. Kofemi içdim. Ondan sonra çoxlu su içdim. 1-2-3 stəkan içmişəm kofedən sonra. İş gördüm, biraz hərəkət etmiş oldum. İndi bunu yiyeyim. İşlərimi bitirdikdən sonra biraz da idman etmək istəyirəm. Televizorda elə bil tapıram 10 dəqiqə, 15 dəqiqə nə qədər vaxt edirəmsə hərəkət etmiş oluram.
Ailə boyu idman. Ya burada ile. Çok köksüz Emine Hanım. Biraz yağlar verdi. Amişim sen vahşi köksen. Saçını düzelt de. Bu isə mənim həm günorta, həm axşam yeməyim. 3 ədəd yumurta var. Qaynatdım. Burada da balaca bir yağ qoymuşam. Mən belə bişməmiş yağ deyim də yeyə bilmirəm. Çiğ yağ yeyə bilmirəm. Birinci dəfədə. İndi görək necə yeyəcəm bunu. Bu diyeti biraz baxdım YouTube'da falan. Yəni yağ mütləq yeyilməlidir yanında. Belə qoymuşam ki, istisinə biraz ərisin. Bilmem bu yağları nətər yiyəcəm. Ne? Yağ yeyə bilmirəm axı. Hə. Yumurta ilə görə yağı necə yiyəcəm onu deyirəm. Bunu niye ki koymuşsun ya? Hangisini seçmek istersin? Dilim patates veya patates kızartması? Patates kızartması. Patates kızart. İkinci gündən hər kəsə salamlar. Dünəndən bugünə 1 kilo 800 qram gedib. Yəqin ki bu ödəmdir, sudur, artıq bir şeylərdir. İnanmıram, yəni bunun hamısı yağdan olsun. Amma gedib, əsas odur, çəkini qırdım. Dünən özümü yaxşı hiss edirdim. Belə, biraz istiot vurdum üstünə, qara istiot. Bu çəngəllə yiyəcəm məcbur. Steak çəngəli, çünki çəngəllərin hamısını xlorlu suya qoymuşam. Belə, gedək. Burada da belə kofem var. Bir ədəd yaşıl alma yiyəcəm, belə. Bəzi videolarda var idi, yumurtanın yanında yaşıl alma yiyirdilər. Yumurta yeməkdən uca bezdim. İkinci gündə hələ uca bezdim. Bir dənə də alma yiyəcəm. Bu da mənim axşam yeməyim. 3 yumurtanı yenə yağda bişirdim. Yanında da belə acı kofe. Uşaqların səsi gəlir. Boğuşurlar həmişə kimi. Bu mənim ikinci günümdür və axşam yeməyimdir. Saat 6-ın yarısıdır. Amma sabah eləyəcəyimi düşünmürəm.
2 gün bəs elədi mənə. Biraz çətindir. Bugün biraz baş ağrılarım oldu. Yəni ona görə 3-cü günü inanmıram ki, edə bilim.